21-ci sualda bizdən sifətin dərəcəsini düzgün seçməyimiz tələb olunur. Yəni, degrees of adjectives sifətin dərəcələri deməkdir. Burada biz cümlədə as görürük. As, not so as. Əgər cümlədə varsa, demək burada biz adi dərəcə axtarmalıyıq. Variantlardan digər dərəcələr olan variantları birbaşa çıxmaq lazımdır. Demək, A variantında əvvəldə largest-dir, yəni üstünlük dərəcəsidir, uyğun deyil. Yəni, əsəsin ortasında adi dərəcə işlənməlidir. B variantında larger müqayisə dərəcəsidir. Demək, E variantında yenə də larger müqayisə dərəcəsidir. Demək, nə qaldı burada? C və D variantları ilk, yəni əvvəlində adi dərəcə large sifəti işlədilmişdir. İndi biz digər tərəfdəki boşluğa da nəzər salaq. Demək, digər tərəfdəki boşluqda C variantında smaller, D variantında small işlədilmişdir. Demək, burada small o zaman işlədə bilərik ki, sifətin qarşısında artiklını həmin sifətdən sonra demək sayıla bilən tək isim işlənsin. Burada yəni biz gördüyümüz kimi boşluqdan sonra heç bir isim işlədilməmişdir. Ona görə də biz small'un qarşısında artiklı işlədə bilmərik. Bu cəhətdən də doğru variantımız C variantıdır. Demək, is this town as large as that one? No, it is smaller. Bu şəhər o birisi kimi genişdir, böyükdür. Xeyr, bu balacadır, daha balacadır kimi tərcümə olunur.